Hamı sabahınız xeyir olsun. 14 avqust 2026-cı il tarixidir. Yay fəslinin 55-ci günüdür. Rəbiül-əvvəl ayının 1-ci günüdür. Rəbiül-əvvəl ayının ilk həftəsinin ilk cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə ibadətlərimiz qəbul olunsun. Günümüz xeyirli, uğurlu, can sağlıqlı keçmiş olsun. Amin inşallah. 14 avqust kimlər işləri arxasınca getmişlər, iş yerində, ofislərində işləri ilə məşğullar, evdə, ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, dinc qulaqlı və şad xəbərlərlə zəngin olan bir Rəbiül-əvvəl ayı, eləcə də cümə 5-ci günü keçirmələrini arzulayıram. 14 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir Rəbiül-əvvəl ayı və eləcə də cümə 5-ci günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlaşanlara da can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, şad xəbərlərlə zəngin, eləcə də dinc qulaqlı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı olan bir Rəbiül-əvvəl ayı, eləcə də cümə 5-ci günü keçirmələrini, müsahibə mərhələsindən də uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanında uğur qazanmayanlara da can sağlığı, zehin açıqlığı, yol açıqlığı, ruh yüksəkliyi ilə yenidən imtahanlara hazırlaşaraq uğurlar əldə edərək işlə təmin olunub yüksək əmək haqqı ilə çalışmalarını arzulayıram. Eləcə də 14 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 14 avqust günündə kimlər xatırlanır, yad edilir, anılır, ruhları şad olsun, yerləri cənnətli olsun və hər birini xoş xatırlamağı, anmağı, yad etməyi hər birimizə arzulayıram. 14 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir Rəbiül-əvvəl ayı cümə 5-ci günü keçirmələrini arzulayıram. 14 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə qəbulu və peşə günüdür, işə qəbulu günüdür. Hər birini bu münasibətlə təbrik edir. Can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram və eləcə də bir gözəl Rəbiül-əvvəl ayı, eləcə də cümə 5-ci günü keçirmələrini arzulayıram. 14 avqust günündə də baş verən tarixi hadisələr vardır. 14 avqust günündə baş verən tarixi hadisələr isə bunlardır. 14 avqust 1908-ci ildə ilk gözəllik yarışması İngiltərədə keçirildiyi gündür. 14 avqust 1947-ci ildə Pakistan müstəqillik əldə etdiyi gündür. 14 avqust 1953-cü ildə Sovet İttifaqı hidrogen bombasını hazırladığını elan etdiyi gündür. 14 avqust 1959-cu ildə Amerika Futbol Liqası yaradılmış və onun ilk iclası baş tutduğu gündür. 14 avqust 1973-cü ildə 1973-cü il Konstitusiyası Pakistanda qüvvəyə mindiyi gündür. 14 avqust 1992-ci ildə Gürcüstan ordusu Abxaziyaya daxil olduğu gündür. 14 avqust 2010-cu ildə Sinqapurda gənclər arasında ilk yay olimpiya oyunları start götürdüyü gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.